indi bir kişi olaraq. Gecə yatanda telefonunu hara qoyursan? Bax, məsəl üçün yatırsan da yatanda telefonunu hara qoyursan? Harada gizlədir? Ay bacı, mən bunun telefonunu tapa bilmirəm. Düz gecədən səhərə kimi görəşən kimi eşirəm hər yanı. Telefon yoxdur. Hara basır, hara şokur tapmamışam elə. Gecələr, mən də deyirəm, mənə kim yuxuda belə qaldırır. Zəhri var qaldırır. Zəhri var. Tapacam axırı deyəm. Canımsın, mən də elə bilirəm ki, mən nəsə kimsə cindən zatar qaldırır, belə qalxıram, düşürəm. Neyini sənə çox dərinə getmədən bir yer tapıb biz də qoyuruq. Narahat olma. Bax, məsəl üçün balışın altına qoyursunuz da, yatdığınız balışın altına. Deyək balışın altı. Balışın altına tam qırğın yerdir, deyək balışın altı. Mənim həyat yoldaşım telefonunu soruş, hara qoyur? Hara qoyur görən? Mən yatdığım yerin böyründəki tumbuçkamın üstünə. Bu belin qırılsın sən. Halal olsun. Özdə nə? Nə bir telefonunda kod var, nə bir ikinci WhatsApp'ı var. Heç nə yoxdur, elə lütüryan o telefonu gətirir, qoyur yanına və salam, yatır, başını yatır. Ay qurban olum, sənin heç yadından çıxıb telefonun evdə qalıb. Of. Bacı, Tanrı heç bir kişiyə o udarı göstərməsin.